siz maşını manifest də belə deyim də etdiniz, maşın sizə gəldi. Maşın indi sizdədir. İndi daha yaxşısı mən. Onu daha yaxşı etməyin. Onun bir yolu var. Və o yola gələ-gələ zaten itirə-itirə gəldim. Yəni hər xətam mənə bahalıya mal olurdu. Çünki mən elə ilk öz üzərimdə tədqiqat aparırdım bu sirri tapmaq üçün. Bu sir çox sadədir, amma həm də qəlizdir. Necə bir şeydir? Bir sual yaranır. Şu an bizim videomuzu izləyən bir izləyici dönüb deyə bilər ki, elə olsaydı hamı pul istəyərdi, hamıya pul gələrdi. Burada indi bizə deyirlər ki, bizə yazırlar ki, belə bir verilişimiz var idi, o qonağa deyirdilər ki, o özü bir pul tapıb, belə bir sual verəcək. Tamam. Bax deyə bilər ki, o zaman mən hər gün pul istəyim, pul gəlsin. Mən deyim prezidentlə olum, prezident olum falan filan. Bu tipli klassik suallar gələ bilər. Burada məna var. Məna nədir? Zaten bu sirrin əhəmiyyəti nədən ibarətdir? O adamlar sirri bilmir deyə olmur.